İdman mənim həyat tərzimdir. Uşaqlıqdan idmanla məşğul olmuşam, şahmatdan başlamışam, 6 yaşından. Şahmat oynamışam, Gəncədə, o vaxt Kirabad adlanırdı. Şəhər birinciliyində yer tutmuşam həmişə. Sonra uşaqlıqda məktəbdə dalaşmışam və həyatımda, amma səbəbkar mən olmamışam. Xeyr. Mən heç bir vaxt dalmanın səbəbkarı olmuram. Dalaşmışam, ondan sonra cüdoya getmişəm. Fikrim olub ki, o gedim örgənim, gəlim qisasını alam. Daha yaxşı deyərsiniz də. Belə. O qisas fikrindən getmişəm cüdoya. Sonra başa düşmüşəm ki, cüdo ilə məşğul olmanın səbəbi ki, güclü insan və o nə desə, kimsə davada dalaşmaqda, qalib gəlməkdə o güc deyil. İnsana o yüksəliş verir. Belə. Sonra cüdo ilə idman ustası olmuşam. Cüdodan illərlə Azərbaycanın yürüyüşmə komandasının üzvü olmuşam. Beynəlxalq turnirlərdə yer tutmuşam. İdman ustasıyam cüdoda. Amma idmanın bütün növlərini xoşlayıram.